Dünyada hər şey dəyişir. 911-in dizaynı isə əbədidir. Təsəvvür elə, yay gecəsidir. Saat artıq 3-dür, amma yata bilmirsən. Qaraja düşürsən və bu maşına minirsən. Harasa getmək üçün yox, sadəcə fikirlərini dağıtmaq üçün sürürsən. Bu 911 yeni deyil. Amma baxanda aydın görünür ki, forması 1963-dən bəri dəyişmir. Çünki bu dizayn toxunulmaz bir sənət əsəridir. Mexaniki sürətlər qutusu burada rahatlıq üçün deyil, burada məqsəd əlaqədir. Hər ötürmədə elə bir cümlə bitir və növbəti cümləyə özün keçirsən. Kabrio olması isə bu əlaqəni biraz da gücləndirir. Səs filtrsiz gəlir. Külək də bu hissin bir parçasına çevrilir. Maşınla aranda heç nə qalmır. Rahat getdik. Bu sadə Carrera'dır. Cəmi 325 at gücü var. Amma qaz verəndə rəqəmlər yox olur. Çünki cavab dərhal gəlir. Səs, vibrasiyalar, sükanın verdiyi hiss və elə həmin an anlayırsan ki, bu maşın səni harasa aparmaq üçün deyil, səni yaşatmaq üçündür.